Bugün sizlere paylaşmış olduğum kimyanın ilk anlayışları test 1, yani 25 suallıq quizin izahını vereceğim. Onlayn şəkildə dərslərimizə qatılmaq istəyən 4-cü blok abituriyentlər 051 447 0251 nömrəsi ilə əlaqə saxlasınlar. Vaxt itirmədən gəlin suallarımıza başlayaq. Saf maddələri müəyyən edin. Saf maddələrin kimya formulu olmalıdır. Bürüncün qarışıqdır, formulu yoxdur. Dəniz suyunun qarışıqdır, formulu yoxdur. Dəmir saf maddədir. Sulfat turşusu saf maddədir. Cavab 2 ilə 4 B variantı. Emulsiya. Biz bilirik ki, qarışıqlar iki cür olur. Emulsiya və suspenziya. Emulsiya M hərfindən yadda saxlayaq. Maye plus maye olmalıdır. Yəni suyun içərisində həll olmayan mayelər. Məsələn, maye yağla su götürə bilərəm. Təbaşir götürə bilmərəm. Duzla suyu götürə bilmərəm. Cavab yalnız bir A variantı. Fiziki hadisəni göstərin. Metalın əriməsi, kömürün yanması, dəmirin paslanması, südün qıcqırması, ağacın çürüməsi. Ağacın çürüməsi kimyəvidir. Südün qıcqırması kimyəvidir. Dəmirin paslanması kimyəvidir. Kömürün yanması kimyəvidir. Yəni metalın əriməsi olacaq cavab A variantı. Elə bir proses götürməliyik ki, oradan geriyə dönmə baş versin. Məsələn, metal bərk haldadır. Onu biz əridirik, maye hala keçir. Daha sonra ərimiş metalı soyutduqda yenidən bərk hala keçə bilirsə, deməli dönər prosesdir, fiziki hadisədir. Saf maddələri və qarışıqları müəyyən edin. Benzin qarışıqdır, hava qarışıqdır. Benzolun formulu var C6H6. Təbii qaz deməli formulu yoxdur. Bu da qarışıqdır. Bizdən bir dənə saf maddə 2 olacaq. 1, 3, 4 olacaq qarışıq B variantı. 5. Hansı maddə karbon, hidrogen, oksigen nisbəti 6, 1, 4 kimidir? Burada nə edirik? Hər bir elementin verilmiş kütləsi nisbətini öz A yerinə bölməliyik. Nisbət. Sonra 1-i bölməliyəm 1-ə. Nisbət. 4-ü bölməliyəm 6-ya. Bunlar ixtisar getsə qalacaqdır 2-də 1. Bunlar da 2 ixtisar getsə, burada 3, burada 2. Hər tərəfi məxrəci 6-ya vurub kəsirdən azad etsəm, o zaman 3, 6 və burada da qalacaq 4. Deməli, maddəmizin içində 3 dənə karbon, 6 hidrogen, 4 oksigen olmalıdır. Burada mən bir dənə səhvliyə yol vermişəm. Bu istəyən bir də deyim. Deməli, 6-nı bölməliyəm 12-yə. Nisbət. 1-i bölməliyəm hidrogen kütləsi 1-ə. Nisbət. Oksigenin kütlə nisbətini 4 verib bölməliyəm 16-ya. Bunlar ixtisar getsə 2-də 1. Nisbət. Bu 1 bölünsün 1-dir. Bunlar da ixtisar getsə deməli 4-də 1. Hər tərəfi 4-ə vurub məxrəcdən azad eləsəm, o zaman 2, 4, 1 qiymətini almış olaram. Yəni 2 karbon, 4 hidrogen, 1 oksigen. Burada görürsünüz D variantında 2 oksigen var. Burada 2 oksigen var, çıxdı. Kök karbon olmalıdır. Burada 1 karbon var, çıxdı. Sonra hidrogen 4-də nə olmalıdır? Burada 3, 4. Burada da məsələn 6 dənə hidrogen var, olmaz. Ona görə cavabımız Y variantı. Yalnız bəsit maddələrdən ibarət olan sıranı göstərin. Mərmər qarışıqdır. Sonra burada bəsit maddələrdən ibarət olan deyir. Məsələn, pirit mürəkkəb maddədir. Qum silisium O2-dir, mürəkkəb maddədir. Pirit Fs2-dir, bu da mürəkkəb maddədir. Gipsdir, potaşdır, potaş kalium 2 CO3'dür, bu da mürəkkəbdir. Məsələn, burada deyir, hansı maddə 20 C-də maye haldadır? Burada baxırıq ki, burada deyir, maye halda ola bilməsi üçün ilk öncə ərimə və qaynama temperaturunun ortasında bir qiymət olmalıdır, 20 C. Bu görürəm maddəm -10-da əriyir, 95-də qaynayır. 20 bunun ortasındadır. Deməli, X maye haldadır 20 C-də. Y isə yenə 20 C onun əriməsindən daha kiçik bir temperatur olduğuna görə o 30-da əriyir. Deməli, bu hələ əriməyib.
bərk haldadır. Digərində isə yenə 20 ortaya düşür. Z də maye haldadır. Bizdən maye halda olanları istəyir. X və Z D variantı. 8. Hansı maddələri qarışdırdıqda bir cinsli qarışıq alınır? Bir cinsli qarışıq eyni cinsli qarışıqdır. Yəni suda həll olmalıdır. Məsələn, su ilə xörək duzunu qarışdırsam eyni cinsli qarışıq ala bilərəm. 1 və 4 C variantı. Hansı halda allotropik şəkil dəyişmə cütü verilmişdir? Biz bilirik ki, çox cis olan elementlər əmələ gətirir. Allotropik şəkil dəyişmə. Metanla etan homoloji sıra əmələ gətirir. Oksigenlə ozon oksigenin allotropik şəkil dəyişməsi ola bilər. Çuğun polad qarışıqdır. Almaz və qrafit karbonun şəkil dəyişmələridir. Götürmək olar. Cavab 1-3 C variantı. Deməli, deyir ki, 10-cu növbəti sualda X, Y, Z elementlər var. Əmələ gətirdiyi allotropik şəkil dəyişmə almaz, karbonun, ozon, oksigenin şəkil dəyişməsidir. Z-in isə şəkil dəyişməsi yoxdur. Deməli, karbon, oksigen, azot ola bilər. Cavab A variantı. Oksigenin allotropiki var, karbon, oksigen. Burada da yerlər tamamilə dəyişiklikdir. Ona görə bunu da götürmürük. 11. Deyir, hansı qarışıqların ayrılma üsulu eynidir? Su və benzol. Benzol maye haldadır, su da maye haldadır. Və 2 dənə mayedir, bir-birində həll olmur. Bunları ayrıcı qıfla ayırırıq. Yəni durultma üsulu. Xörək duzundan su buxarlandırma. Şəkərlə su kristallaşdırma. Etil spirtli su, biz götürəcəyik bunu distillə. Buxarlandırma ilə kristallaşdırmanın mexanizmi bir-birinə bənzədiyinə görə 2 ilə 3 cavabını götürəcəyik. Burada B variantı. 12 nömrəli sualımız. Bizə karbon X, hidrogen Y yazıb. Elementlərin kütlə payı verilibdir bizə. 90% karbonun, 10% hidrogenin. Kütlə paylarını hər bir elementin öz ayerinə bölmək lazımdır. Mən deməli burada verilməyib. Karbonun ayeri 12. Nisbət hidrogenin ayeri isə 1-ə bərabərdir. Buradan sıfırları aparsam, onlar 3-ə ixtisar getsə 4, 3, nisbət 1-in 1-ə. 4-ə vurub məxrəcdən azad eləsəm, 3-ün 4 nisbətində alaram. Deməli, 3 karbonunuymuş, C3, H4. Bizdən X, Y tapmağımızı istəyir. 3, 4, A variantı. Sonra 13. X deyir bərk haldadır. Suda həll olma qabiliyyəti həll olur. Tutaq ki, olsun xörək duzu. Duz. Y mayedir, suda həll olmur. Məsələn, olsun yağ. Suda həll olan X maddəsini, duzu sudan necə ayıraram? Buxarlandırma. 2 variantın ikisində var. Yağla suyu isə durultma üsulundan ayıra bilərəm. B variantı. Gələk 14-ə. Üzvü və qeyri-üzvü maddələri müəyyən edin. Bu iki verilən maddələr üzvidir. Bu iki maddə isə qeyri-üzvidir. 1, 3, 2 və 4 B variantı. Sonra növbəti 15 nömrəli sualımız var bizə. X, Y, Z qarışıqları verilib. Deyir, homogen qarışığı tapın. Tərkibinə daxil olan maddələr. Deməli, su var və şəkər var. Qum yoxdur. Su ilə şəkər necə qarışıqdır? Homogen. Sonra Y-də su və qum var, heterogendir. Z-də isə şəkər tozu ilə qum var. Təbii ki, bunlar bir-birinə qarışmayacaq. Bu da heterodur. Bizdən homogen qarışıq istədiyinə görə yalnız 2 A variantı. 16. Hansı maddələrin nisbi molekul kütlələri eynidir? Yəni bu maddələrin emerini tapmağımı istəyir. HPO3, H2SO4, H2SO4 98 qramdır. H3PO4 də 98 qramdır. Və burada təbii ki, kütlələr bərabər olan 3 və 4 olacaq B variantı. Bunları siz özünüz hesablayıb tapa bilərsiniz.
Mən sadəcə olaraq əzbər bildiyim üçün qeyd etdim. Deyir, molekulunda oksigenin kütlə payı silisium O2-də oksigenin kütlə payına bərabər olan maddəni tapın. İlk öncə gəlin birincisi baxaq bura. Silisium O2 deyilmi? Oksigen burada nə qədərdir? 32 qram. Silisiumun kütləsi nə qədərdir? 28 qram. İndi elə bir şeydir ki, baxırım ki, azotdur da. Azotu nə qədər götürürüm ki, 28-ə bərabər olsun? 2 dənə. Oksigen də yenə oldu 2 dənə. Bu ikilər ixtisar getsə NO qalar. Deməli, 2 qat artığıdır da 14-16 şəklində buna keçiddə. Burada nədirsə oksigen kütlə payı. Bu birləşmədə də eyni şəkildə. Hansı maddə qeyri metaldır? Fosfor qeyri-metaldır. Deyildir. Fosfor qeyri-metal, karbon qeyri-metal, azot qeyri-metal, silisium qeyri-metal, xrom isə metaldır. Hansı birləşmədə atomların say nisbəti eynidir? 2 ilə 6-da 1-in 3 nisbəti, 3-ün 4 nisbəti, 1-in 2 nisbəti, 1-in 2 nisbəti. Bizdə 1-in 2 nisbəti verir 3 və 4. Cavab D variantı 20. Cisim və maddəni tapın. Karbon qazı maddədir. Alüminium qaşıq cisimdir. Çay sodası, natrium hidrokarbonat bu artıq maddədir. Deməli, 1, 3 maddə, 2 cisim, C variantı. Artıq keçirik son suallarımıza. Fiziki və kimyəvi xassələri müəyyən edin. Ərimə temperaturu, aqreqat halı. Bunlar fizikidir. Metallıq xassəsi kimyəvidir. 2 kimyəvi, 1, 3 fiziki, C variantı. Elektrik keçirmə qabiliyyəti. Artıq bu kimyəvidir. Kövrəklik, bu olacaq fiziki xassəsi. Parlaqlıq. Bizdə buradan kimyəvi fiziki xassə istəmir. Hansı metallara, hansı qeyri-metallara xas olan xüsusiyyətdir? Elektrik keçirmə qabiliyyəti təbii ki, metallara xas olan xüsusiyyətdir. Metallara bir də parlaqlıq, yəni metallar parıldaya bilirlər. Kövrəklik isə qeyri-metallara xas olan xüsusiyyətdir. Cavab 1, 3, 2, B variantı. 23. Fiziki və kimyəvi hadisələri müəyyən edin. Distillə və buxarlandırma kimyəvi, fiziki ayrılma üsullarıdır. Korroziya, paslanma və yanma kimyəvi hadisələrdir. Deməli, 1, 4 və 2, 3 A variantı. 24. X-i süzmə ilə, Y-i distillə ilə, X-i isə kristallaşdırma ilə ayrılırlar. Heterogen üsulu müəyyən edin. Mən deməli, əgər mənim tutaq ki, qum və su var, bir-birində həll olmur, süzmə ilə ayrılırlar. Ona görə X-in ayrılması, distillə bir-birində həll olan homogen mayeləri, homogen qarışıqları ayırmaq üçündür. Y götürmürəm. Kristallaşdırma da suda həll olan bərk maddəni ayırmaq üsuludur. Bu da homogendir, götürmürəm. Yalnız X, A variantı. Sonuncu sualımız. Bizə deyir ki, X, Y, Z elementlər var. Adi şəraitdə əmələ gətirdiyi bəsit maddə X 2-dir, Y 4-dür, Z 8-dir. Z 8 olan, kükürt 8 olan S8, Y 4, P4-dür. Digərini isə deməli azot veribdir. Elə olsun N2. Deməli azot, fosfor, kükürt. Azot, fosfor, kükürt A variantı. Növbəti suallarda görüşənədək videoları izləyib rəy yazmağı unutmayın.